Müəllim, buraxılış imtahanına 2 ay müddət qalıb. Sizcə 2 ay ərzində ingilis dili fənnindən şagirdlər əsasən nə etməlidirlər? Videonu bəyənməyi və səhifəni izləməyi unutmayın. Əslində 2 ay bəzən çox az görünür, amma yetəri qədər vaxtdır. Oxuyan şagirdlər üçün, oxumaq istəyən şagirdlər üçün təbii ki, bu vaxt ərzində çoxlu sözlər əzbərləmək olar, çoxlu test işləmək olar, həm qayda testi, həm dinləmə mətni, həm yazı mətni, hər birini yetəri qədər işləmək olar. Məsələn, bizim onlayn dərslərimizdə, sürət qruplarımızda da həftədə 4 dəfə onlayn dərsimiz olur və bu 4 dəfənin hər birində biz həm dinləmə mətni, həm yazı mətni, həm qayda testi yazırıq və bu dinləmə mətnlərinin qoşula bilən var və yaxud da qoşula bilməyənlər də varsa onlar üçün ekran kaydı ilə yenidən qruplara göndəririk, istənilən bir vaxtda ona da baxa bilərlər. Bu da 2 ay ərzində yetəri qədər vaxtdır ki, istədikləri qədər bal toplaya bilərlər. Yəni 2 ay ərzində tam proqramı verirsiniz, əlavə hətta təkrarada vaxt qalır. Bəli, 2 ay ərzində tam proqramı bitiririk. Əlavə olaraq da mövzu bir neçə mövzunu bir yerdən testi olur ki, orada da hansı problemi varsa, şagirdin hansı çətinliyi varsa, yenə də onları da aradan qaldırırıq. Yenə də növbəti mövzular və gəlirik tam olaraq komplektləşdiririk. Həftədə neçə dəfə dərs olacaq? Həftədə 4 dəfə dərs olur. Yenə deyirəm ki, həm yazı mətni, həm dinləmə mətni, həm də qayda testləri olur və bunların da izahını hər birini bir izah verirəm ki, heç kəsin heç bir sualda çətinliyi qalmasın. Siz də bu dərslərə qoşulmaq istəyirsinizsə 055 597 0151 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.